Salam aleykum, dəyərli izləyicilər. İndi isə sizə necə qapıdan Allaha səmimiyyətlə təslim olmaq olar duasından bəhs edəcəyik. Hal-hazırda aid olduğun şərtlər sənə bəlkə də ağır ola bilər. Mənəvi yük götürmə qabiliyyətin zəifdir və sən nə etməlisən? Yardımı Allahdan almalısan və tələb etməlisən. Ya Rabbi, hal-hazırdakı durumum mənim üçün şərait ağır gəlir. Amma mənim üçün çətin olan sənin üçün çox asan. Mən hal-hazırda heç etmədiyim bir dua edəcəm sənə. Ya Rabbi, bütün şərtlər altında sənə təslim olmaq istəyirəm. Üç vücudun və sərbəst iradanla məni özünə təslim elə, hidayətinlə mükafatlandır. Ey şanlı, ərşin sahibi olan Rəbbim. Bütün qəbul olunan dua ilə çağırıram səni. Səni o Rəsul-i Əşrəmin, İslam Peyğəmbər s.ə.v Əfəndimizin səsi ilə, duası ilə çağırıram. Əgər bu duanı qəbdən edə bilmirəmsə, ya Rabbi, bunu qəbdən etməmə mənə yardım edə, Allahım. Duamın qəbul olunmamasına səbəbinə onu aradan qaldır. Necə görmək istəyirsən məni? Məni kontrol altına al, məni dəyiş, mən dəyişmək istəyirəm. Nəsul tövbəsi etmək nəsib elə mənə. Məni dəyiş, nəfsimin afətlərin aradan qaldır. Nəfsimin qəlbin müzəyyən ilə, ruhumun haslətləri ilə yerindəş, ya Rabbi. Bunlar mənim üçün çətindir, mən sənə savah məqamını istəyirəm. Salihlərdən olmaq istəyirəm. 7-ci səhifə huşuda qəlbimlə Allah demək istəyirəm. Bunu mənim üçün təmin elə. Mən insanların təbliğ etdiyi dini deyil, mən insanların təbliğ etdiyi namazı qılmaq istəmirəm, dini yaşamaq istəmirəm. Mən sənin əmr etdiyin namazı qılmaq istəyirəm, mən sənin əmr etdiyin dini yaşamaq istəyirəm. Mənə namazı sən qıldır, ya Rabbi. O namazı mənə sən qıldır, ey Allahım. Səndən başqa mənə yardım edəcək güc və qüdrət yoxdur. Mən başa düşdüm ki, bu sərbəst iradəmlə yanlışlıqlara yol verirəm və bütün bu sıxıntılar bəşəri qaynaqlandır. Və anladım ki, nə zaman sənə təslim olaramsa, hidayət olaramsa, o zaman sənin dünya və axirət səadətini yaşayaram. Mən sərbəst iradəmlə özümü idarə etməkdən vaz keçirəm. Yüce Rəbbim, sənə o qədər çox güvənirəm ki, mən özümü sənə həvalə edirəm, sənə təslim edirəm. Nə olur olsun, məni özünə təslim et. Bu danı qəbdən etdiyiniz zaman dilinizlə ikrar, qəlbinizlə təsdiq edəcəksiniz. Siz dilinizlə istəyəcəksiniz ki, qəlbinizə endirməyə Allah yardım etsin. Qəlbdən təslimiyyət nə deməkdir? Allaha təslim olmaq içdən tələbin, sevgi bir məktubu, sevgi qələmi ilə Allaha bir sevgi məktubu göndərməniz lazımdır. Ya Rabbi, sənin sevgini, sənin rızanı qazanacaq dualar, əməllər işləməyi nəsib elə mənə. Bütün tələbim, bütün istəyim sənə təslim olmaqdır. Sən bilirdin nə istəyəcəm səndən, sən bilirsən nə hansı duanı istəyəcəm səndən. Amma mən yenə də söyləyim sənə, ya Rabbi. Çox darıxmışam, səninlə həsbiyal etməyə gəlmişəm. Dərdimi sənə danışmağa, səndən yardım almağa gəlmişəm, ya Rabbi. Bu videonu dinləyənlərin hamısının Allah bütün nə sıxıntısı varsa huzura çevirsin, Allah öz rəhmətinə müasir etsin. Nə qədər evlərdə xəstələr var, Allah şəfa versin. Maddiyyatla bağlı, nə qədər ruzi ilə bağlı əziyyət çəkənlər var, Allah bol-bol geniş imkanlar, bərəkət ruzi hasil eləsin inşallah. Sevdiyinə qovuşanlar, ailədə huzursuzluq yaşayanlar, sevgi məhəbbətlə dolsunlaşsın. Bu çox gözəl müqəddəs Ramazan bayramınız hər bir müsəlmanın mübarək eləsin Allah. Bu Ramazan ayında Allaha olan yaxınlığınızı, itayətinizi daha da üst səviyyədə Allah artırsın. İndi isə sizə zikirlərin sultanı İsmi Şah, Allah kəlməsinin təkrarından bəhs eləmək istəyirəm. Nədir o zikir? İnsanın ən asan edə biləcəyi və ən qüvvətli yardım ala biləcəyi zikir Allah kəlməsidir. Quran-ı Kərimin şifrəsi anahtarıdır. Hədid surası 16-cı ayəyə görə Allah qatından nur dəvət edən zikirdir. Heç namaz qılan deyilsən, tamam. O Allah kəlməsini dediyin zaman nə baş verir? Nə kimi təsir göstərəcək sənin üzərində? Sənə namaz qılmaq istəyi, həyəcanı yaşadacaq bu Allah kəlməsi. Hədid 16-da Əstəğuzubillah, Bismillahirrahmanirrahim. Allah təala orada buyurur ki, Allahın zikri ilə və bu zikrin haqdan, Allahdan endirdiyi nurla onun qəlbinin huşu duyma zamanı gəlmədimi? Bəli, digər ayədə deyir ki, Allah amən olanın bütün sıxıntıların asanlıq edir. Deməli, amən olmaq nə deməkdir? İnanc etibarı ilə mömin olmaq var. Bir də Allahın qanunlarına görə həm inanc etibarı ilə, həm əməl etibarı ilə. Siz qeybdə olan imanınızı təhqiqi imana çevirməlisiniz. Yəqini imana. Bəli, elmi ilə yəqinə çatanlar kimdir? Faydalı elmin sahibi var, bir də faydasız. Faydalı elm nədir? Bilirsən ki,
Bu duada, bu ibadətdə, namazda, oruçda fayda var və bunu edirsən və oradan faydasını alırsan. Bu sənin üçün faydalı bir elmdir. Faydasız elm nədir? Bilirsən etmək lazımdır, etmirsən. Bu da bir elmdir, amma faydası yox sənin üçün. Fayda ala bilmirsən, çünki tətbiqat yoxdur. Bəli, bu Ramazan ayından istifadə edin. Çox mübarək aydır. Allahın bol-bol möminlərin, insanların üzərinə rəhmət yağdırdığı aydır. Allahdan heç ümidinizi kəsməyin. Hansı günahın sahibi olursan ol. Olmayan işlər etmədin. İnsanlara zülm elədin, özünə zülm elədin. Bax ne deyir Zümər surəsi 54-də. Estağfirullah 53-54 Zümər. Və enibu ila rabbikum və əslimu lahu min qabli an yatiyakumul summa la tunsarun. Ey nəfsində həddi aşmış qullarım. Bu bilsin nə deməkdir? Olmayan günah eləməmisən. Hər bir şey etmisən. Sonra nə deyir? Və Allahın rəhmətindən ümidinizi kəsməyin. Və siz Allaha təslim olmadan ölməyin. Sonra yardım olunmarsınız. Baxın, Allaha təslim olmadan ölməyin. Nə olursa olsun, təslimiyyətsiz ölüm Allah qatında artıq cənnətlə müjdələnə bilmərsiniz. Siz Allahın əmr etdiyi namaz qılmaq istəyirsinizsə, nə etməlisiniz? Siz Allahın qanunlarına riayət etməlisiniz və Allah ilə mənəvi müqavilə bağlamalısınız. Mömin, amən statusunu almalısınız. Buna görə siz mütləq şəkildə qəlbdən Allaha təslim olmağı bütün istəyinizlə, səmimiyyətinizlə, ağlayaraq, yalvararaq Allahdan tələb etməlisiniz. İstəməsini bilənə, verməsini bilən Allah var. İnsanın niyə duası qəbul olmur? Çünki qəlbi Allah demir. Rəsul-i Əkrəm, Peyğəmbər əleyhissalam qəbul olmayan duaya işarə vermişdir. Qəlbi qəflətdə olanın Allah duasını qəbul etməz. Şimdi qəlbi qəflətdə olan, qəlbi Allah deməyən. İndi baxın, siz Allah, Allah, Allah 3 dəfə ard-arda dediyiniz zaman ilahi bir şifrəyə toxundunuz. Allah da bu aldığınız doğru qərara, zikrinizə dəyər verdi və sizə mükafatını verdi. Öz qatından nur göndərir. Əgər sizin qəlbinizdə Allaha iman kəlməsi yazılıbsa, təslimiyyət varsa, o zikir şifrəsi Allah qatından gələn nurları qəlbinizdəki iman kəlməsinin ətrafına çəkir və qəlbiniz başlayır təzkir olmağa, nurlanmağa. Yox, əgər qəlbiniz təslimiyyətə açılmayıbsa, qəlbdən Allaha iman gətirməmisinizsə, o nurlar gəlir və təkrar Allaha geri dönüş edir. Allah göydən inəni və təkrar ora yüksələni biləndir. Bəli, namaz qılmaq istəyənlər gün ərzində nə qədər çox bacarsa Allah kəlməsini desin. Unutduğunuz zaman, Taha surəsində bildirdiyi kimi, məni unutduğu zaman, şeytan məni sana unutduğu zaman məni xatırla. Üzərində ən çox gəzdirdiyin əşya nədir? Qolunda saat mı var? Qolunda bilərzik mi var? Barmağında üzük mü var? Hər nəsə, əlindəki telefon mu? Onu gördüyün zaman dərhal başla Allah deməyə. İstər səsli, istər səssiz. Bəli, bu zikir sənə baxacaqsan ki, səndə bir həyəcan var, təşviş var. Şiddətlə dəstəmaz almaq istəyi yaranıb. Şiddətlə səcdə eləmək istəyi yaranıb. İçin alışır, yanır sevgi ilə, ilahi bir məhəbbətlə. Namaz qılan insanlara bir sir verəcəm. Bunu tətbiq edin və namazınızda çox möhtəşəm bir dəyişiklik hiss eləyəsiniz. Allah-u Zülcəlal şuurlu və xuşu içində namaz qılmağa əmr etmişdi Quranda. Heç vaxt tək namaz qılmayın. Bu nə deməkdir? Nə zaman namaz qılmağa başladınız, düşünün ki, sizinlə bərabər İslam Peyğəmbəri qılacaq namaz. Tuş namazınız odur. Necə bacarırsınızsa, o cür gözünüzün önünə gətirib canlandırasınız. Hündür boy, yaşıl əbadat, çox gözəl qara gözləri var. Çox da uzun saqqalı yoxdur. Digər insanların bildirdiyi kimi, aynı bilin, bığın qırxıb o bu. Əgər bilmək istəyirsinizsə, Rəsul-i Əkrəm necə görsənir, hacət namazı qılaraq səhifədə paylaşılıbdır. Allahın Rəsulun görmək üçün tələb edə bilərsiniz. Bəli, gəldin, dəstəmazını aldın, səcdədanı xalçanı yerə sərdin, zaten düşüncədən əziyyət çəkirsən namazda. Baş səcdədə düşüncə namazdan, Allahdan başqa hər yerdə. Düşünəcəksən ki, sənin puş namazın Məhəmməd Peyğəmbər əleyhissalamdır. Sənlə bərabər rükuda, səcdədə namazı onunla bitirdin. Namazdan sonra qəti tələsmə getməyə. Onunla bərabər dua etdiyini düşün. Onunla bərabər onunla danışdığını düşün. Ey Allahın Rəsulu, mənim Allahdan bir tələbim var. O günah etməyən qəlbinlə, o mübarək dilinlə, sözünlə, səsinlə gəl bunu Allahdan istəyək mənim üçün. Bəli, şeytanı düşünmək günahdır, Peyğəmbəri düşünmək günahdır. Yəni ki, deməyimiz odur ki, dəyərli insanlar, düşüncələrinizə ram etməyə kömək eləyən bu cür sizin tətbiqatınızdır və Allah kəlməsidir. O Allah kəlməsi şeytanın vəsvəsələri silir, qəlbinizi nurlandırır. Və bir də baxacaqsınız ki, o namazı sizə Allah qılır. Siz gördükləriniz deyil, Allahın